Tanrıçadan cadügərə çevrilən, sonra isə liderliyədək yüksələn qadın. Təsviri sənətdə qadın sadəcə bir obraz deyil, o min illərin hekayəsidir. Qadına qarşı baxış dəyişdikcə, qadın obrazları da ona uyğun dəyişir. Ən qədim heykəllərdə qadın həyatın özü idi. Torpağın, məhsuldarlığın, doğumun tanrıçası sayılırdı. Antik dövrdə o, ilahi gözəlliyə çevrildi. Mükəmməl bədən, əbədi harmoniya. Amma orta əsrlərdə qadına baxış ikiyə ayrılır. Bir tərəfdə müqəddəs Məryəm, digər tərəfdə isə günah və vəsvəsə. Qorxu böyüdükcə sənətdə yeni bir obraz yaranır. Cadügər obrazı. Anlaşıla bilməyən qadın təhlükəli bir qadın kimi təsvir edilir. 19-cu əsrdə isə səhnə dəyişir. Qadın mifdən çıxır və cəmiyyətə daxil olur. O artıq sosial fərd idi. Bugün isə tarix yenidən yazılır. Qadın artıq başqasının yaratdığı obraz deyil. O danışır, o yaradır, o qərar verir. Bugün sənətdə qadın sadəcə model deyil, o liderdir və öz hekayəsinin müəllifidir.